Salam əziz və dəyərli izləyicilərim. Bugün hər biriniz üçün maraqlı olan bir mövzudur. Nələr almışam, nələr sifariş eləmişəm. Wildberries deyilən bir yer var Rusiyada. Necə ki sizdə Azərbaycanda Temudur, oradan sifarişlər eləmişəm. Elə gözəl şeylərdir. Çox maraqlıdır. Baxacaqsınız həm özümüz üçün, həm evə lazım olan şeylər göstərəcəm sizə, amma tez həmən YouTube kanalıma, TikTok, Facebook, Instagram hansından baxırsınızsa tez bəyənməni basırsınız, şərh yazırsınız, abunə olursunuz, yəni üstəgələyə basırsınız, podpisasiya olursunuz, getdik əzizlərim. İlk başlayırıq bundan, bu filtrdir. Məni tanıyanlar bilir ki, bir neçə videolarım olub, su filtridir. Yəni mənim qabım var, o qabın içinə filtrlərini tez-tez dəyişirəm. İndi açım, sizə göstərim. Baxın, belə bir filtrdir, yəni 3 dənə olur. İnşallah gedib evdə içinin filtrini ayda bir dəfə dəyişirəm. Belə filtr qabları olur, mən elə su içirəm mənim əzizlərim. Bu filtr içində 3 dənə. Keçək o birisinə əzizlərim. İndi isə keçdik o birisinə. Məni tanıyanlar bilir, bir çox videolarım var ki, mən özüm üyüdüb dəmlədiyim kofeni sevirəm. Ümumiyyətcə kofeni sevirəm, acı kofe. Yəni əsl kofe, şəkərsiz dəmləmə kofe sizdə için çox xeyirlidir. Amma birdən çatdıra bilmirəm, çünki onu bir dəfəlik üyüdüb elə də dəmləməlisiniz. Birdən vaxt tapa bilmədiyim üçün özümə Kuru Kahve Mehmet kofesi sifariş eləmişəm. Əzizlərim, həmişə dəmir qabda gəlirdi, indi bu dəfə 5 dənə belə sifariş eləmişəm. Bax, görürsünüzmü? Kuru Kahve Mehmet. Hər şeyi üstündə şəkillərini qoyacağım. Kim istəsə, ya Temudan ya da sizdə Azərbaycanda hər bir yerdə var. Bütün böyük marketlərdə var bu kofedən. Ən sevdiyim kofedir. Məndən tez-tez soruşurdunuz, videolarının üstündə qoyurdum ki, üzünüzü micellar suyla silin. Yəni, soruşurdunuz ki, nədir o micellar su? Bəziləriniz micellar suyu üzdən makiyajı təmizləmək üçündür, üzü nəm saxlamaq üçündür. Çox yaxşıdır. Micellar sudan mən demək olar ki, evdən azalan kimi tez sifariş eləməliyəm. Elədim, indi bunu açım, göstərim. Bunlardan son vaxtlar istifadə edirəm. Gyaluron turşusu var tərkibində, çox yaxşı eləyir, üzü çox gözəl eləyir, parıltılı eləyir. Yəni makiyaj silmək üçün ümumiyyətcə səhər axşam silsəniz daha gözəl olar. Videonun üstündə şəklini qoyacaq. Mənim əzizlərim, bu isə karandaşdır. Bax, hal-hazırda gözümdə bu karandaşdır. Evdə lap azca qalmışdı, sürtdüm. Bilirdim ki, sifarişim gəlib. Mən bu karandaş qutarsa, nə bilim, nə olaram, bilirsiniz ki, mən makiyaj malzəmələrini çox paylaşmışam. Girib baxa bilərsiniz. Bu karandaş Rusiyada yoxdur. Nə Rivqoşunda, nə Litualında, heç bir. Çünki buranın vəziyyəti ilə əlaqəli olaraq gəlmir. Amma mən əvvəllər də bunu Rusiyadan alırdım. İndi yaxşı ki, Wildberries'dən zakaz eləmişəm, göstərim sizə. Videonun üstünə qoyacağım əzizlərim. Tünd qara rəhti bu Hindistan qızlarının gözünə vurulan, gözün içinə vurursunuz. Bir suqqa axmır, yayılmır. O micellar suyu ilə bir təhər silirsiniz. Həm də mənim istədiyim, mən ona görə hal-hazırda gözümdə var. Ona görə sevirəm ki, tünd qara olduğu üçün. Giorgio Armani'dir. Mən elə gəlir ki, bunu istifadə edənlər bilir əzizlərim. Çox qəşəng rəhti, çox. Yəni, mən indi bura elə-belə sürtdüm. Özünüz də araşdıra bilərsiniz. Bir gün inşallah üzümü makiyaj eləyəndə sizə laf yaxından göstərəcəm. Haradasa Azərbaycan pulu ilə baha deyil. 100 manata yaxındır, yoxsa 80 manata yaxındır. Amma belə deyim ki, elə bilin ki, 300 manatlıq karandaşdır. O qədər gözəldir. Təkrar eləyirəm, bundan vizajistlər istifadə eləyir. Dünyaca məşhur vizajistlər, çox gözəl karandaşdır. Bu isə əzizlərim, qızımın dırnağı üçün almışam. Yəni o çox dırnaqlardan istifadə elədi. Nədə o dırnaqların adı? Özü eləyirdi. Qaynaq dırnaqlardan özü eləyir. Məndə qaynaq deyil, öz dırnağımda düzdür. Qorxuruq biz gedib kiməsə nəsə elətdirməyə. Qızım stilist vizajist olduğu üçün özü eləyir hər şey evdə. Bunu onun üçün sifariş eləmişik. Çünki bilirik ki, çox gözəldir. İndi açım sizə göstərim. Baxın, o zərər çəkmiş dırnaqlar üçündür. Belə deyərdim, lasyondur, lak deyil. İçəridən sürtürsən, dırnağın bu ət yerinə sürtürsən, dırnağı gözəlləşdirir, dırnağı bərkidir və stanovit eləyir, yəni bərpa eləyir. Bir gün bunun üçün video çəkəcəm inşallah. Bu isə əzizlərim, bilirsiniz ki, mən ziyanlı antiperspiratları sizə məsləhət bilmirəm. Özüm Temur pastasıdır, 3%'li Perix'dir, onlardan istifadə edirəm. Bunu isə qızım sifariş edir. Bu tərkibində alüminium yoxdur. Çünki alüminium olan ziyandır. Badən və badə istifadə eləyəsiniz. Açın, göstərim. Baxın, Davın qol altısı, yəni antiperspirantıdır, amma alüminium yoxdur tərkibində. Ona görə qızım həmişə bunu sifariş eləyir əzizlərim.
Bu isə qızımın telefonu üçün də heç açmıram. Zaşitli plyonka, yəni qoruyucu plyonka deyirlər deyəsəm telefonu üçün. Ona görə heç açmıram, yəni maraqsızdır. Mənim əzizlərim, bugün aldıqlarım bu qədər. Raspakovka çek deyirlər deyəsəm bu videoya. Bilirəm ki, hamının marağı var. Əzizlərim, bir də onu deyim ki, siz Məryəm xanımın bütün qızıl qaydalarını bilmək istəyirsinizsə, gözəllik sirlərini bilmək istəyirsinizsə, qısa deyim ki, canınızı mütəxəssisə əmanət etmək istəyirsinizsə ki, sizi dərmanlarla yükləməsin, sizə arıqlama, çay arıqlama kopyası satmasın ki, öz mənafeyini güdən dietoloqlar var ki, özü varlanır, sizi şikəst eləyir və yaxud siyana çayını demirəm ki, yeməyin üstünə tökü, acılı botu işləbə gözü filan, peşməkan, bunlar hamısı dəhşətdir, mən onları məsləhət bilmirəm. Bir də acılıq etmək mənim qrupumda qadağandır. Bir gün alma su iç, bir gün nə bilim xurma su iç olmaz. Çünki immun sisteminiz aşağı düşür. Mənim əzizlərim, istəyirsinizsə bəylər üçün qrupum ayrıdır, xanımlar üçün ayrıdır. Cəmi bircə dəfə 20 manat ödəyirsiniz. 1 ili 20 manatadır. Düz başa düşdünüz, bircə dəfə 20 manat ödəyib, bir il qrupumda qalırsınız. Həmən xanımlar sizə gözəllik sirlərimi, qızıl qaydalarımı göndərirəm. Məsləhət bilirsinizsə, artıq hər yerdə mənim haqqımda danışırlar, mənim əziz izləyicilərim. Buyura bilərsiniz. Nömrəni videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə deyəcəm. Amma necə tələffüz edirəmsə, o cürə yaddaşa salın. Rusiyanın WhatsApp nömrəsidir. Əgər nömrənin əvvəlinə 00 994 50 70 yazsanız tapa bilməyəcəksiniz. Arasına tireylər qoysanız yenə tapmayacaqsınız. Necə ağzımdan çıxanı eşidirsinizsə, o cürə də yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlər özü də bir nemətdir. Şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətləriniz azaldı ki, şikayətləriniz azalsın. Sağ olun.